bəzi qruplarda belə yayılıb ki, siz hakimə qarşı çıxanlara qarşı pis baxmırsınız. Hətta özünüz də bunu caiz görürsünüz, icazə görürsünüz. Bu arada inşallah geniş açıqlama verərsiniz. Bu barədə yəqin qardaş sualını eşitdiniz. Bu barədə bundan öncə də bir neçə dəfə yüngül sözlər eşitmişəm. Birbaşa yayıldığını rast gəlməsəm də, lakin mümkündür. Ola bilsin ki, gizli məclislərdə və s. əmanət məclislərində ola bilsin ki, bilmirəm, bəlkə də yayılırsa xəbərimiz yoxdur. Lakin istənilən halda hər kəs biraz öncə qeyd etdiyimiz kimi dediyi kəlməyə görə sorumludur və hər kəsi Allahdan qorxmağa çağırıram. Və deyilən kəlmələr doğrudan ağır kəlmələrdir və eyni vaxtda böhtandır, yalandır və yalan şəhadətdir. Və digər birinin əməli də həmin yalanı yaymaqdır. O yalanda, o böhtanda yalandan şahidlik etmək və yaxud da ona yardımcı olmaqdır. Allah Teala Quranda buyurur: "Təavanu aləl birri və təqva və la təavanu aləl ismi vəl udvan." Yaxşı əməllərdə təqva üzərində yardımlaşın, lakin pis əməllərdə və düşmənçilik üzərində yardımlaşmayın. Təbii ki, bu eyni vaxtda həmin harama girməkdədir. Yəni pis əməllərdə yardımlaşmaya, böhtan üzərində, yalan şəhadət üzərində. Əksinə, elə gecə-gündüz ətrafımızda olanlar da bugünkü gün ətrafda olmağa çox ehtiyac yoxdur. Dediyiniz kimi, o sosial şəbəkələr elə eləyib ki, hamı bir-birinin ətrafındakı kimidir. Hər ağızdan çıxan söz həmən az bir vaxtın içində dediyimiz bir tıqq eləməklə dünyanın hər tərəfinə yayılır. Hamısı ortalıqdadır. Bir misal var, kör, gör. Hər şeyimiz ortadadır. Kənarda heç bir şeyimiz yoxdur, gizlində heç bir şeyimiz yoxdur. Nə heç vaxtı təkfir, yəni kafir demək mövzusunda, nə heç vaxtı eyni vaxtda hakimə qarşı çıxma mövzusunda, nəinki bu mövzuda, hətta buna yaxın mövzularda mümkün deyil ki, kimsə nəsə eşitmiş ola bilsin. Çünki bu nə etiqadımız deyil, etiqadımız olmayan bir şeydir, dilimizə gələ bilməz. Mümkün deyil. Kim deyirsə iftiradır, yalandır. Və mənim adımdan hər birinizə də halallıq verirəm, deyəsiniz ki, bunu deyən insanlara yalancısan. Rahat deyin ki, yalancısan. Özümüz eşitmişik qardaşın özündən, dedi ki, belə deyil, yalan danışır, iftira atır. Nəinki qeybət deyir, hətta danışdığını iftirayla, yalanla danışır. O ki, qaldı bu tipli insanlara yumuşaq yanaşma, xoş yanaşma, yumuşaq baxmaq, bu da əvvəlki yalanın bir tayıdır. Eynisi təxminən. Çünki növbəti yalanı uydurmaq üçün onun üçün qapıdır. Əvvəlcə qapını asılası açırlar ki, sonra da onu rahat deyə bilsinlər. Əslində fikir versəz, bu köhnə üslubdur. Yəni bunu üslubu uzun müddət bu cür tətbiq edirlər. Əvvəlcə bir söz, sakitçilik olarsa ikinci söz, üçüncü söz gizlində bir, aşkarda bir, orada, burada. Səs sonra çıxmırsa hücum. Yəni yəqin ki, çox rast gəldiyimiz üslubdandır. Lakin hər kəsə yetər ki, Allah Taala'nın qoyduğu Rabbani qayda ilə getsinlər. Allah Taala buyurur: "Ey iman gətirənlər, sizə fasiq xəbər gətirdiyi zaman dəqiqləşdirin. Ya eyyuhellezine amenu in ca'akum fasiqun binaba'in fetəbəyyənu." Dəqiqləşdirin. Yoxsa nə olar? Nə olar yoxsa? Özünüzə qarşı ədalətsizlikdir. Allah Teala qayda qoyub. Niyə qaydadan getməyəsiniz ki? Çətindirmi bugünkü gün? Necə ki, rahatdır o məlumatı yaymaq,
eyni vaxtda rahatdır. Əlinizdəki o alətlərdən istifadə edərək bir zəng eləyib və yaxud da yazıb soruşmaq çox asandır. Yox. Bir də ki, nəinki onu yayasan, əksinə o yayanlara qarşı çıxmalısan ki, Allahdan qorx. Dəqiq bilmədiyin, eşitmədiyin, görmədiyin, onun bunun zənlərinə, onun bunun yuxularına əsaslanan məlumatları yayırsan, qiyamət günü necə verirsən Allah qarşısında? Bu qədər çoxmu savabların var? Ya əlində cənnət kartı mı var sənin? Rahatsanmı o günün haqq hesabına? Arxeyinsənmi? Əslində bu cür arxeyinçilik, bu cür rahatçılıq bədbəxtçılığın ta özüdür. Hər kəsi bu xüsusda Allahdan qorxmağa çağırıram və təkrar deyirəm ki, deyilənlər hamısı böhtandır, yalandır, iftiradır. Nə heç vaxtı, yəni bu xüsusda həmd olsun ki, Rəbbimizə, Peyğəmbərimizin ona Allahın salavatı və salamı olsun sünnəsindən kənara çıxmamışıq. Nə də bu xüsusda kənara çıxanlarla yumuşaq mövqeyli deyilik. Və bu günlərim təzə bir üslubla çıxıb belə, əvvəl ümumi bir ad altına almaq insanları mumey idilər və sonra həmin adı altında bunlar belə edirlər. Bunlar belə edirlər. Soruşsan ki, bəyəm filan kəsin belə dediyini eşitmişsən, yox, mən heç o adını çəkməmişəm ki. Amma ad olaraq deyir, bunlar mumey idi. Və yaxud da bunlar filan kəsdir. Və sonra həmin pərdənin altında bunlar xavaricilərə qucaq açıblar. Bunlar təkfirçilərə qucaq açıblar. Bunlar onlara yumuşaq baxırlar. Vallahi yalandır. Vallahi gözlərinin içinə qədər yalandır. Kəlmə dillərindən çıxmamış boğazlarındaca yalandır. Rəbbimizə and olsun. Əksinə, elə baxsaz, elə o vaxtda, bu gündə xavaricilərə qarşı, təkfirçilərə qarşı ən şiddətli mövqedə duran və davamlı onlara dəvətə gedən, onları başa salmağa çalışan, əgər haqqı qəbul etməsə onlardan çəkindirən elə bu günlərin bu damğa vurulanlardır. Bəyəm o danışanlar özləri getmişlər, onları söhbət etməyə, dəvətə və yaxud da onlardan vaxtında çəkindirmişdilər. Yalnız orada, burada müəyyən kəlmələrdən başqa. Yoxsa özlərini pisləməmək üçün əksəriyyəti, hamısı olmasa da gülürdülər, danışırdılar və yaxud da tələb eləyəndə ki, mövqeyi bildir, çəkinirlər, demirdilər. Ya danışmırıqsa o demək deyil ki, nəsə bilmirik. Əslində danışmaq çox yaxşı halda deyil. Çünki müəyyən qism insanlar istəyirlər ki, qarşı tərəf danışsın, mövzu olsun, gündəmdə qalmaq üçün. Sanki səhnə filandır. Qoy danışsınlar, danışmaq yaxşıdır, yox. Yaxşıdır. Əgər müəyyən məqam olanda mövqeyi bildir, etiqadlı, əgər zərurət varsa, yəni zaten Allah həmd olsun, hamımız bilir ki, bu toplaşımız burada sələflər toplaşıb. Ehtiyac yox, bir-bir soruşaq, sənin etiqadın nədir, sənin etiqadın nədir, sən mövqeyi bilir, sən mövqeyi bildir, filan kəs nə görürsən. Buna ehtiyac yoxdur, qardaşlar. Təkər-təkər insanları imtihan etməyə ehtiyac yoxdur. Hə, bir zərurət doğarsa, insan bir şübhə olarsa, bir problem olarsa bəyan getirir, məsələ bitər, bağlanar. Əslində bu kimi dediyiniz vəsvəsəli söhbətlərdən, şübhəli yəni atmacalardan və s. 100 dəfələrlə qulağımıza çatır. Lakin insan çalışır susmağa, cavab verməməyə hər deyilənə. Ehtiyac da yoxdur. Bir dəfə eşitdiniz, kifayətinizdir. Siz də ətrafınızda olanlara, o da ətrafında olanı desə və yaxud dediyiniz kimi bu şəbəkə yayılanda kifayətdir. Ehtiyac yox ki, bir şeyi 10 dəfə, 100 dəfə yaymağa. Ya bu cür danışılası olsa, elə gərək insanların gecəsi, gündüzü onun bunun barəsində danışmaq olsun. Əlhamdülillah ki, bizim halımız bundan uzaqdır. Məqamı çatanda bir şey bəyan olunar və sonra tərk olunar. Ehtiyac olunarsa təkrar mövzuya qayıdılar bəlkə müəyyən vaxtlarda. Lakin davamlı gecə, gündüz, səhər, axşam az qala zikirlərin yerinə filan kəs və peşman kəs elm məclisinin əvəzinə də o bütün məclislərdə, bütün dərslərdə, bütün söhbətlərdə, bütün suallarda
və yaxud da başqa məsələdən sual verilir, gəlir onun üzərinə çıxılır. Yəni, bu sələfin yolu deyil. Hər halda bu mövzuya aid, bu yəni son suala aid kimsə qaranlığı qaldı, yoxsa yox? Burada bir qardaş sual verir, deyir, bəziləri sizi mümeylik iftirası atırlar və deyirlər ki, mümeylik təkfirsiliyə və xavaricliyə trampolindir, aparan yoldur. Yəni, təxminən cavab verdik, qardaş, eynisinə. Yəqin, arxada eşitirsən, yəqin ki, eşitdiniz, eynisinə cavab verdik. Bir də qardaş xahiş etmişdir, məclisdə elə bir şey, bir neçə qardaş var, təzə başlayıb da yəni namaza. Onlara nə nəsiyyət edərdiniz? Yəni, bu mövzu ilə bağlı, qardaşlar, heç çətinlik çəkməyin. Daha doğrusu, belə bir şey rastınıza çıxanda, rahat-rahat soruşun, öyrənin, qəlbinizə salmayın. Çalışın ki, dinləməyəsiniz, eşitməyəsiniz bu cür insanları, bu cür boş-boş danışıqları və s. Amma rast gələndə də dəqiqləşdirin. Çünki insan qəlbi təsirlənəndir. Bir görərsiniz ki, və belə insanlar çoxdur, görürsünüz ətrafda. Heç nəsiz yerə artıq kimləsə üz döndəriblər, kin, nifrət, hətta bəlkə imkanlar olsa boğub öldürərlər. Və ümumiyyətlə görsə, bidət əhlinin üslubu bu cürdür. Şəxslərə bağlı olduğuna görə digər tərəfə artıq bu cür yanaşırlar. Bəlkə də heç kafirlərə bu cür şiddətli yanaşmırlar. Lakin asandır. Üslublar bugün əlinizdə var. Belə bir şey eşitdiyin zaman qəlbinizə şübhə gəlmədən, qəlbiniz təsirlənməzdən öncə dəqiqləşdirin. Soruşun, Allah razı olsun qardaşdan soruşdu. 2 dəqiqənin içində bəyan gəldi ki, yox, belə deyil. Bugün əslində dediyim kimi gizlin danışmaq da mümkün deyil. Zaten gizlin danışan insan əgər danışırsa artıq gizlin deyil. Ən azı 1, 2, 3, 5 ətrafı var. Yəni, onlar sizə bilməlidir nəysə. Və bugün əgər bir şey deyilirsə, 5 insanın içində, lakin toplumun içində başqa bir şey deyilirsə, təbii ki, ətrafına gedəcək ki, onda sən 200-lüsən, belə deyirsən. Mümkün deyil bu da. Mümkün olmayan bir şeydir. İnsan nəyəsə etiqad edirsə, mütləq onu kimisə dəvət etməlidir, kimisə çağırmalıdır, baş salmalıdır. Yoxsa hardan bilinir ki, belə deyir? Ancaq sənin yuxun və yaxud da sənin zənlərin isə onu heç baş qoşmaq ehtiyac yoxdur. Yox, əgər kiməsə doğrudan deyilibsə, ortaya çıxmalıydı bu. İnsanın ən yaxın dostları, ən yaxın ətrafı bunu eşitməlidir, bilməlidir. Çünki insan öz etiqad etdiyi ən birinci kimləri çağırır? Öz ən yaxın silahdaşlarını, sirdaşlarını, dostlarına dəvətləyir, onlara baş salır. Əgər bu yoxdursa, vəsvəsələr, şübhələr uzaqlardan gəlirsə, biri o küncdən, biri o biri küncdən, biri nə bilim Antarktidadan, biri Yaponiyadan, bıraxın başına. Bıraxın, fikir verməyin. O söhbətlərdir və bu cürdə tarixən olub və olacaq da. Çünki iblis heç vaxtı haqq üzərində toplananları rahat buraxmaz. Heç vaxtı. Baxın, Peyğəmbərimizin ona Allahın salavatı salamı olsun, onun dövrü və ondan az bir sonraki vaxta baxın, artıq böyük fitnələr qapısı açıldı. Böyük səhabələrin çoxu sağ idi. Xavariclik çıxdı ortaya, rafizlik çıxdı ortaya və s. Sonra təbiinlərin dövründə çıxan fitnələrə baxın. İblis heç vaxtı boşuna buraxmaz. Haqq əhli toplansın və haqq yayılsın və rahat otursun iblis orada, yox. Və sizi rahat bıraxsın, yox. Həmişə izləyəcək, sağdan, soldan, öndən, arxadan və vəsvəsələrlə gələcək. Və zəifin zəif damarını axtaracaq. Lakin Allah Subhanahu sənin üçün Rabbani yol qoyub. Elmlə, dəlillə, sübutla. Mən demişəm, qutardı. Ancaq belədir, belə yox, belə üslub yoxdur. Dəlillə. Quran, sünnə, səhabə fəhmi. Göz qaş üstünə. Bundan başqası yox. Bu yolla get, Allahın izni ilə qəlbində ixlasın və əlində dəlillərin inşallah ki, sabit qalacaqsın.